22-ci hədis. İmam Rıza əleyhissalam öz ata-babalarından nəql edir ki, Həzrət Peyğəmbər Əkrəm sallallahu aleyhi və alihi və səlləm buyurdu: Qiyamət günündə 4 şeydən sual edilməyincə heç bir bəndə yerindən hərəkət etməyəcək. Birincisi, öz ömrünü harda keçirdiyindən. İkincisi, cavanlığını hansı yolda keçirdiyindən. Üçüncüsü, öz mal dövlətinin hansı yolla qazanıb, hansı yolda xərclədiyindən. Dördüncüsü, biz əhl-i beytə məhəbbətindən.